Dostlar salam. Bugünkü bölümdə mən sizə Python testinin izahını verəcəm. Gəlin birinci sualdan başlayaq. Burada bizdən aşağıdakı kodun icrasından sonra nə çap ediləcək istəyir. Gəlin koda nəzər yetirək. Burada A dəyişənimiz var və daxilində video dərs yazılıb. Bu video dərs string formalı olduğu üçün burada bizdən type istəyir. Onu da nəzərə alaq. A dəyişəninin type-ını istədiyi üçün, yəni növün istədiyi üçün string olacaq cavab. Class str, yəni class string deməkdir. Cavab A variantı. Növbəti sual keçək. Növbəti sualımız da eyni tiplidir. Burada x dəyişənimiz var və qiyməti -5,2-dir. Diqqət yetirməli olduğumuz məqam isə burada nöqtədir. Nöqtə yəni tam onda, tam yüzdə və s. bu ədədin yəni tam olmadığını bildirir. Ona görə bu integer ola bilməyəcək, float olacaq. Deməli, x dəyişənimiz float növlüdür və yenə x dəyişənimizin növünü istədiyi üçün burada biz class float C variantını seçirik. Keçək növbəti suala. Növbəti sualda eyni tiplidir, amma biraz çaşdırıcı sualdır. Çoxu burada 15 ədədini görüb elə birbaşa float üzrən integer olanı seçmək istəyəcək. Amma bu əlbəttə ki, yanlış variantdır. Çünki yenə diqqətli olmaq lazımdır burada. Burada yenə string formatında belə bir dırnaq işarəsi var. Və burada bizdən K dəyişənin növünü istəyir deyə cavab string, yenə string olacaq. Növbəti sual keçək. Növbəti sual kod icra edərsə hansı qiymət çap olunar? Artıq biraz fərqli tipli sualdır burada. A və B dəyişənimiz var və burada 10 və 15 ədədlərimiz var. Burada birinci A gəldiyi üçün burada birinci gələn rəqəm A olacaq. Yəni A 10-dur, B də 15-dir. Yəni bunu burada müəyyən etməyə ehtiyac yoxdur, çünki elə də bir müəyyən etməyimizin məcburiyyəti yoxdur. C adında bir dəyişənimiz var və C-nin qiyməti A üstə gəlir. B-dir A 10, B-dir 15, cəmi 25 edir və C-ni çap edəcək. Cavab B variantı 25-dir. Keçirik növbəti suala. Burada eyni tipli sualdır, amma biraz diqqətli olmalı olduğumuz bir məqam var. Fikir versək yenə eynidir. Burada A'mız 10-a gedir, B'miz 15-ə gedir, amma yenə dırnaq işarəsi olduğu üçün bu bir integer deyil, string olacaq. Və buradan A üstə gəl B, yəni 10, bir dənə də 15, birləşsə nə olur? 25 yox, 10, 15 olacaq. Cavab A variantı. Onda başa düşdünüz yəqin ki. Növbəti sual keçirik. Burada kodun icrası nəticəsində aşağıdakılardan hansı çap edilir? Gəlin diqqətlə baxaq dəyişənlərə. Burada A dəyişənimiz var və B dəyişənimiz var. Ən axırda bizi bunların cəmi istəyir. A dəyişənimiz informatika yazısıdır. B dəyişənimiz isə dərsi yazısıdır. Bu şəkildə göstərim. Bunları necə toplamaq olar? Bildiyiniz kimi onu toplamaq deyəndə, yəni biz məcazi mənada nəzərdə tuturam. Yəni yan-yana qoyacaq. Çünki bunlar string formatdadır, string növdədir. Ona görə bunlar iki dəfə string yan-yana alanda nə olur? Birləşmiş bir söz yaranır. Buradan düşünə bilərsiniz ki, cavab informatika dərsi boşluqsuz olacaq. Burada boşluq problemi olduğunu düşünə bilərsiniz. Amma problem deyil, çünki burada bir dənə belə boşluq qoyulur. Ona görə cavab E variantı olur. Növbəti sualımız Python proqramlaşdırma dilində işləyən zaman yazılan kodlarla bağlı hər hansısa açıqlama, rəy yazmaq lazım gəldikdə bu açıqlamanın qarşısına hansı simvola əlavə etmək lazımdır? Bu biraz çox sadə sualdır. Burada cavab C variantıdır. Səbəbini izah edəcəm niyə? Çünki Pythonda şərh yazmaq, yəni comment şərh belə deyək, rəy şərh deyə bilərik. Şərh yazmaq üçün biz belə yazırıq. Bu şəkildə bu işarə və məsəl üçün belə bir şey yazacağıq. Pythonda belədir. Deyə bilərsiniz, niyə A variantı deyil? A variantı HTML-da və yaxud
C++-da işə yarayır. Ümidvaram bu sualda başa düşdünüz. Keçək növbəti suala. Növbəti sualımız siyahının list, yəni siyahı list deməkdir. Elementlərin hansı simvolların daxilində yazılır. Deməli, bu suala biraz diqqət etmək lazımdır. Bayaq dediyimiz kimi bu iki dənə stəş işarəsi HTML və yaxud C++ dillərində comment məqsədli istifadə olunur. Bu iki, yəni bu mötərizə, yuvarlaq mötərizə bildiyimiz kimi print funksiyasında istifadə oluna bilər, nə bilim, inputda istifadə oluna bilər, bir çox şeydə istifadə oluna bilər. Bu ulduzların ümumiyyətlə bu sual dəxli yoxdur, bunu çıxa bilərik. Bu variantda bizə bəzəkli mötərizə verib. Bəzəkli mötərizə, yəni listə aid ola bilər, yəni list kimi bir şeydir. Bəzəkli mötərizənin daxilində nəsə yazılırsa, amma listdən əsas fərqi, normal listdə sadəcə məsələn alma, banan, armud bu cür şeylər yazırıq, amma əgər bu listi biz bəzəkli mötərizədən yaratmışıqsa, onun daxilində qiymətləri də olmalıdır və bu artıq normal bizim klassik listimiz sayılır. Bizə isə burada sadəcə list istədiyi üçün A variantı kvadrat mötərizədir cavab olacaq. Keçək növbəti suala. Növbəti sualda Pythonda range 0,6 aralığında 0,6 aralığında neçə qiymət daxildir? Rezmentik tələb edir. 0,6 dedikdə 0-dan 6-ya qədər nəzərdə tutulur və qədər olanda 1, 2 axırıncı verilən ədəd daxil deyil, amma birinci daxildir. Ona görə qeyd edeyim 0, 1, 2, 3, 4 və 5. Neçə dənə oldu? 5 dənə yox, əlbəttə ki, 6 dənə oldu. Onu da eksiyə. Sonradan bu ehtimallarda gidib 5 seçir. Çünki burada 5 rəqəmlə gedir. Yəqin ki, 5-dən burada 0 da var. Onu da nəzərə almaq lazımdır. Onu da sildik. Keçdik növbəti suala. Burada kodun icrasından sonra C dəyişəninin hansı qiyməti çap ediləcək? Artıq getdikcə isə suallar çətinləşir, amma izahını başa düşəndən sonra hamısı asan olur. X, Y, Z. Bu da əvvəlki suallarımızdan birinə bənzər. X-imiz 1, Y-imiz 2, Z-imiz 3 olacaq bu şəkildə. Daha sonra K adında bir dəyişən yaratmışıq. X-i vurduq 3-ə. X-imiz 1 idi. Vurduq 3-ə neçə oldu? 3 oldu. Deməli, 3. K dəyişənin hansıdır qiymətini yazın. K bərabərdir 3. Sögəl Y-imiz neçədir? 2-dir. 2 vursun 2, 4 edir. Sögəl Z-imiz neçədir? 3-dür. 3 vursun 1 də yenə 3 eləyəcək üçün bu K-mızın belə açılmış forması olur. Daha sonra K-mız bərabər olacaq 10-a və burada K-nı çap elədiyi üçün cavab 10 olur. 10 variantı olacaq cavabımız. Keçirik növbəti suala. Növbəti sualda kodun icrasından sonra C hansı qiyməti alacaq deyilir. Deməli, A və B dəyişənimiz var. Yenə birinci 7 olacaq, ikinci 8 olacaq. Deməli, buradan qeyd edək, daha rahat olsun deyə A 7, B 8, B səliqəsiz oldu amma neysə. Daha sonra A virgül B bərabərdir B virgül A. Deməli, bunların virgüllə yazılma teması artıq indidən başlayır. Əsas məsələ indidən başlayır. Çünki fikir verirsinizsə, burada birinci A 7 olacaq, B 8 olacaq. Amma burada biraz qəribə bir şey qarşılayır bizi. Birinci budur. Burada da birinci budur. Deməli, biz A-nı B-yə bərabər edirik. Burada da B-ni A-ya bərabər edirik. Bu məntiqə nəyə gətirib çıxarır? A-la B-nin yerini dəyişirik. A-la B-nin yerini dəyişəndə biz deməli A-mız olacaq 8. B-miz də olacaq. B-miz də olacaq neçə? 7. İndi
fırlatdığımız üçün gəlin necə alınacağına baxırıq. İndi bayaq da qeyd etdiyimiz kimi A-mız 8 idi, B-miz 7. 8 vur 2 16 edir. Və buradan B-miz də 7 olduğu üçün üstünə də 7 gəlirik. 23 olacaq. Cavab B variantı. Təzən izah edirəm. Burada yenə uyğunluqla A birinci 7, B də ikinci 8 olur. Bu əsas burada kodu dəyişən A bölgül B bərabərdir B bölgül A. Bu nə deməkdir? A ilə B-nin qiymətləri dəyişir. Deməli A-mız 8 olur, B-miz 7. 8 vursun 2 16, üstəgəl 7 edir 23. Cavab B variantı. Keçək 12-ci suala. Burada bizdən biraz çətin gələ bilər, amma əslində məntiqi çox asandır. Yəni ki, həqiqətən çox asandır. Range funksiyası bayaq bildiyim bu kadar böyle oldu. Range funksiyası bayaq bildirdiyimiz kimi qədər mənasındadır. Yəni 2-dən 5-ə qədər dedikdə 5 daxil olunur. Deməli ədədlərimiz 2, 3, 4 olur. Artıq fikir verirsinizsə nəsə başa düşə bilirik. Əgər bura 2-dirsə, vergül 3-dürsə, vergül 4-dürsə, burada A1 vergül A2 vergül A3-dürsə, deməli birincisi birinci düşür, ikincisine ikinci düşür, üçüncüsine üçüncü düşür. A1'imiz deməli 2'dir. A2'miz 3'dür. A3'ümüz de 4 edir. Uyğunlaşdırırıq çünki. Daha sonra 2 üstəgəl 3 üstəgəl 4 cəmi 9'dur. Sual biraz qəzeli təzən izah edim. Range funksiyası bəxtə bildirdiyimiz kimi məntiqən qədər deməkdir. Və qədər dedikdə axırıncı ədədi silirik, qalır 2, 3, 4 və bunları uyğunlaşdırdıqda 2 üstəgəl 3 üstəgəl 4 9 edir E variantı. Gəldik ən çaşdırıcı suallardan birinə, 13-cü suala. Kodun icrasından sonra A dəyişəninin hansı qiyməti çap ediləcək? Yəni bu kodun izahına bax və diqqətlə qulaq asaq. A dəyişənimiz var və qiyməti 7-dir. Bu hissəniz baxmağa ehtiyac yoxdur. Çünki əvvəlcədən bu komment işarələrini görə bilirik. Yəni şərh işarələridir. Bu bir şərh olduğu üçün bu koda dəxli yoxdur bunun. Ona görə bunu belə bir istəyə bilərik. Bunu çıxdıq. A-mız 7 olduğu üçün burada da 7 yazdıq. Deməli A-mızın qiymətini 7-dən dəyişib 5-ə salırıq. Yəni əvvəl 7 idi A-mız. Amma artıq da A-mızı dəyişib 5 edirik. Ona görə bu 7-dən 5-ə çevriləcək. Cavab 5. Təzən izah edirəm. Burada A dəyişənimiz var. Qiyməti 7-dir. Bunlar komment olduğu üçün baxmırıq. Daha sonra A dəyişənimizin təzən bərabər edib 7 çıxılsın 2-yə. Və A dəyişənimiz olub 5. Cavab da 5. Bunları başa düşdünüz. 14-cü suala keçək. 14-də bizdən nə çap ediləcəyini istəyir. A-mız 8-dir, amma yenə də boyda oldu. A-mız 8, amma yenə də işarəsinin daxilində olduğu üçün bu bir string olacaq. Və 4 dəfə A yan-yana 32 yox. 88 olacaq. Çünki 4 dənə A yan-yana birləşir. Keçən növbəti suala. Python'da range 5,25 aralığında neçə ədəd daxildir? Bu hədiyyə sualıdır. Belə deyək, bayaq da dedim, qədər mənasında olduğu üçün 25 çıx 5 üstəgəl 1. 25 çıx 5 üstəgəl 1. Cavab 21'dir. 21 variantında seçirik. Lütfen burada biraz diqqətsizliyə yol verdim. Bayaq qeyd eləmişdik ki, axırıncı ədəd sayılmır. Ona görə bunu silib əvəzinə 24 düşünürük. Və 24 əvvəl çıx 5 üstəgəl 1 cavab 20'dir. Mənim kimi diqqətsizlik eləməyin. Yenə də qeyd edirəm, bu axırıncı ədəd sayılmadığı üçün bu 25 yox 24 olacaq.
Keçirik növbəti suala. Növbəti sualda verilmiş kodun icrasından sonra dəyişənin hansı qiyməti çap ediləcək istəyir. X yenə burada bayaqki kimi bu nə qədər qaldı? 5, 6, 7, 8 olur və hərəsinin qiymətləri də uyğunlaşır. Sonra Y string, yəni X-i bir string edirik, stringə dəyişirik, belə deyək. Ona görə bu 5 bir string olacaq. 5, 6, 7, 8 hamısı string olduğu üçün belə olacaq. 5, üstəcə 6, üstəcə 7, üstəcə 8. Amma ona da qeyd edim ki, bu bir stringdir. Yəni dırnaqları yazmadım. Mən amma string olduğunu nəzərə alaq. Bu da olacaq 5678. Bu şəkildə cavab C variantıdır. Keçək növbəti suala. Növbəti sualda bizdən proqramda A və B dəyişənlərin hansı qiyməti uyğun olaraq 17 və 23 şəklində daxil edilərsə, hansı qiymət çap edilər? Deməli, A-ya 17 input edirik, B-yə də 23 input edirik. C-mizdəki 17 üstəgəl 23, 40 alınır. Bu da çox sadə bir sual idi. Keçirik növbəti suala. Növbəti sualda bizdən istəyir. Növbəti sualda bizə kod icra edərkən K dəyişəni hansı qiymət alacaq deyir. Yenə uyğun olaraq K1 5 üstündə yazaq. K2 4, K3 3 olur. Daha sonra yenə tərsinə çeviririk. Amma tam tərsinə yox, biraz fərqli çeviririk. Məsələn, burada K1 əvvəl 5 idi. İndi K1 K3 qiymətində olacaq. O da fırlanıb olacaq 3. Sırasını yazıram. Yəni K1 3'dür. K2'ni fırladıb 1 edirik, yəni 5. Və K3'ü fırladıb K2 edirik. O da olur 4, 3, 5, 4 ədədləri. Və K dəyişəni yaratmışıq. K1 vurulsun 2. K1'imiz bizdən neçədir? K1 oldu 3. K1 2'ye vuranda 6. Daha sonra K3 birbaşa gəlirik. K3 oldu 4. Üstünə də gəlirik. K3 vurulsun 3. K3 4 idi. 3 vuranda 12. Burada eləyir 22. Cavab E variantı. Keçək növbəti suala. Axırıncı sual. Bu sualda verilən hansı qiymət çap edilər deyir. K1, K2, K3 verilib. Bu biraz fərqli sualdır. Burada məsələn biri stringdir, biri integerdir, biri yeni təzədən stringdir. Burası yazıram, burada I yazıram, burada C. C təzədən yazsam. Daha sonra A dəyişənimiz var. K1. K1'imiz string olduğu üçün bunu 15 yazırıq, amma hesablamayacağıq. Sonra yalnız bir dənə integerimiz var idi, K2 idi. Onu da təzədən bu funksiyonu stringə qaytarırıq. Və bu da fırlanır olur 4. Və bunu siz yenə də dırnaq işarəli düşünün. Hətta mən yazım. Səliqəsiz olsa da yazacağım. Və bu K3'də string olduğu üçün şeydə yazırıq. Bunların cəmi istəyir bizdən. O da eləyir 1547. Cavab C variantı. Təzən izah edirəm. K1, K2, K3. K1 stringdir. K2 integerdir. K3 təzən stringdir. Buradan baxıb anlaya bilərik. Daha sonra bizdən bir A dəyişəni yaradır və K1 stringimiz 15. 15'in üstünə gəlir. Təkcə integerimiz olan 4'ü stringləşdirir. Olur bu. Vergi dırnaq içində 4. Təzən üstünə gəlirik dırnaq içində 7. Cavabımız neçə olur? 547. Testin izahı bu qədər. Ümidvaram hər şey başa düşdünüz. Növbəti videolarda görüşürüz.